Gələn ilin mart ayında Azərbaycanda ardıcıl olaraq 11 gün qeyri-iş günü olacaq. Yeni Sabah məlumat verir ki, bu 2026-cı il üçün Novruz, Ramazan və Qurban bayramları günləri ilə bağlı təqvimdən irəli gəlir. Belə ki, Nazirlər Kabineti gələn ilin bayram günlərini müəyyən edib. 2026-cı il mart ayının 20, 21, 22, 23, 24 Novruz bayramı martın 20, 21-i Ramazan bayramıdır. Martın 21-i şənbə, 22-si isə bazar günüdür. Əmək Məcəlləsinə əsasən həftələr arası istirahət günləri və iş günü hesab edilməyən bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonraki iş gününə keçirilir. Ona görə də martın 25, 26-sı çərşənbə və cümə axşamı qeyri-iş günləri sayılacaq. Ona görə də martın 25, 26-sı çərşənbə və cümə axşamı qeyri-iş günləri sayılacaq. Gələn il martın 20-21-i Ramazan bayramıdır. Əmək Məcəlləsinə əsasən Ramazan bayramı iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab olunur. Qanunvericiliyin tələbinə əsasən növbəti iş günləri 27 və 30 mart tarixləri də qeyri-iş günü sayılacaq. Beləliklə, Novruz və Ramazan bayramları ilə əlaqədar 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart qeyri-iş günü olacaq.